Salam dostlar. Necəsiz? Nə işlə məşğulsunuz? Toyuqlara da evdən qalan artıq yeməklər belə olur. Onlardan vermişəm. Onları yeyirlər. Bunları da yem koymuşam. Onları yeyir. Cüceler, anası bir yerde. Burada gazı çıkartmışam. Koymuşam bura. Bakın dostlar. İki ana. Bu nənədir. Bu anadır. Bunun iki balası çıktı. Ana. Gözde tapım. Budur. Yok bu değil. Budur. Bakın dostlar bunun karnı da getir. Bilmem çıxdığı dünən akşam belə çıxıb qarnı gedir, ishal olub yəni. Nənəsi vurur biraz qazları, balaları. Amma digəri dördünə də baxır. Amma ki baxışı bu ana qaz kimi deyil. Bu çox qəşəng baxır, qoruyur balaları. O birisi biraz sakit qazdı. Bu anası ikisi də baxsaydı bir-birinin balasına verərdim elə dördü aylandırardı, balaları gəzdirərdi. Bir də ki bunun budur, yox bu deyil. Bu çıxdı. Bir də bu ana qaz üçün, likəsi üçün. Bu çıxdı, bir də ağ, bir qara. Ağ, alabula yəni. İndi bunları belə qoymuşam ki, qoy bir-birinə öyrəşsinlər, yəni bayra buraxanda hərəsi öz anasından öncə getməsin də, yəni ikisi də bir-birini qoşulub balalar bir-birinə gəzsinlər, hamısı bir yerdə. Dedim ki, bu ana qazın balalarını qatım, bunun balaların verin buna. Vurmaz öz balalar olduğu üçün içində. Onda hamısını vurdu, öz balalarını da vurdu, bunun balalarını da vurdu. İndi belə eləmişəm. Girib yatırlar analarının altında. O bunun altında, onun balası bunun da, bunun balası onda, yəni qarışıq yatırlar. Çoxsu yekə qazda, bu qazda yatırlar. O birisi qaz altında heç nə yoxdur. Bu qaza baxın. Sancır, dişləyir. Balalar qarşıda çox yaxşı olar da, bilinməz bir-birinə olduğu. Hamısı baxar bir də. Çox da qaz deyil ki, deyim, hərəsini ayrı-ayrı saxlayayım. Hərəsində 2 dənə baladır. Bir yerdə böysələr həm yaxşıdır. Bəlkə erkək qazda dişilər ikisi kürtdür deyə baxar bunlar da. Baxın, gördünüz necə tutuluyor. Amma ki öz balasıdır o. Öz balasını da tutub döyür. Qoy girsinlər bunlar analarının altına. Sen de gir bunun altına. Sen de gir. Artık otardı falan. Neyse çıxaq. Bu arada dostlar, toyuqlar da yumurtanı kəsiblər. Sıfıra indiriblər. Amma ki bu son 3 gündə dünənləri, ondan əvvəlki gün bir dənə də olsa ala bilirdim. İndi heç ala bilmirəm. Apilkanı da yeyib bitiriblər. Hündüşka, toyuq. Apilka qalmayıb. Apilkanın ağzı belə yoxdur orada. Yeyib. Bilməm niyə yeyirlərsə. İndi bunlara apilka gətirib töküm. Burada olmalıydı. Koruyanlar burada koymuştum. Bir kise yarım değildi, yoksa bir kiseydi. Bir kise yarım yadıma gelir benim. O yarım çığı tapsın, bakın haradadırsa. Yoksa bir kiseydi. Yoksa bunun altındadır mı? Burada da her şey var. Tahtadır. Yoksa o yarım kisəni yuvalara töktüm.
Belki de yuvalara tökmüşəm o kisəni. Yarım kisəni yadıma gəlmir də. Bu kisədə qalsın, sonra videodan sonra tökərəm yuvalara çünki ağırdır. Tək əllə apara bilən deyiləm. Qalsın, videodan sonra aparacağım. Yuvalara tökəcəm. Əgər kördükdə çimir. Yağmışdı. Siz tərəflər bilməm yağıbsa. Buraya yağış yağı biraz doldurub bunlar da çimirlər burada. Ve çiməyə su qoymamışım bunlar üçün. Bunlar da yağışdan sular ilə çimirlər. Bunları mən bayra bıraxım, qoy gəzsinlər. Sizə gedək əkdiyim işçilərə baxaq dostlar. Sizə də göstəreyim. Gedək birinci. Buradakilərindən başlayaq, sonra başa gedərik. Otlar da yaşda, ayaqlarımız da islanır. Burada bir dənə var idi burada. Baxın burada. Kahı. Bilməm, nəsə kəsmişdi. Qırmışdı yəni. Kök tərəfdən kəsib qoymuşdu üstündə. Danat işi eləyib, minnətsə danat işi bilirsiniz. Bu kartofları da yeyir. O ola bilər. Sonra baxın çeləklərə belə tutublar. Bir qalıb qızarmaqları yetişməklər yəni. Buralarda palçıq. Batmadan keçim. Bilmem keçən videoda dedimsə, yeni badımcan şişələri var, onlar əkdik. Büzüşmüşlər, yəni ölürdülər, yenidən düzəliblər, baxın. Sonra bunlar, ölürdü bunlar. Bilmem nə olmuşdusa, düzəliblər. Sonra burada atılmalı soğanlar var idi. Burada da 2 dənə olmalıdır. Atılmalı soğanlar idi, mən də əkdim dedim, toyuqlara verirəm. Xeyirlidir yəni, onları da verməyə dedim, əkim toyuqlara verirəm. Bu arada dostlar, hinduşka söhbətində desək, dünənləri çıxdı deyəsən. O sizə demişdim 5 bala çıxacaq. O 5 balanın da 3'ü boğulub ölüb yumurtanın içində. Kimin gözdəydisə 2 dənə bala da çıxıb. Nənəm o hinduşkanın yenidən altına toxum qoyub kürt qoyacaq. Sonra başqa o 2 balanın üstünə də bir dənə də bala qoyub mənə verəcək 1 həftədən sonra. 1 həftə saxlayır. Həm havalar biraz soyuq gedir. Gətirəndə yolda xəstələnirlər biraz. Ondan qorxuruq. Bir də ki, həm anası onlara yaxşı baxır ilk çıxdığı vaxtı. Yəni baxıb biraz özlərinə gəlsinlər balalar. Sonra gətirəcəm. Bu stillər də çox qəşəng. Pomidorlar çox qəşəng tutublar. Özlərinə gəliblər, yəni böyüyüblər. Xiyarlar hələ də çıxmıyor. Bilməm niyə çıxmayıbsa çıxarlar. Bir də tum, simiçka nə deyirsinizsə, onun cücəldilmişi var, tumu. Ondan bəlkə əkəcəm mən bəzi yerlərə. Arxa fondan səslər gəlirsə veciz almayın. Qonşunun dəli uşağıdır. Dəli deməyə yəni də dəli kimi səslər çatı gəzir. Başqa. Bunun da üstünü açdım. Gülün. Sonra burada çeləklər var idi. Onları biraz alaq eləmişdim. Yenidən ot basıb. Bunlarda yetişən var mı? Var da elə xırdadır. Kiçik. Amma pis deyil bunlarda. İlkli deməyək. Neçə ildən sonra ilk dəfə yaşayıblar, sağ qalıblar. Bunlar da yağışın altında qalırlar, yaşayırlar ki, bitləri getsin deyə saxlamışam. Qalıblar belə. Toyuqca da yayılıb evin qabağına. Belə göstəreyim. Göstərdən də göstəreyim. Yanlarına gedim. Belə. Evin qabağında
Otlanırlar. Məncə neçə gündür yağış aralıqla yağış yağır. Məncə dərman gedər. Ayaqlarım palçıq oldu. Dərman gedər bağdakı atdığımız dərman. Başqa. Ələrbanı göstərmişdim sizə, bilmirəm. Baxın dostlar, ələrbanın son vəziyyəti budur. Kuzası da tam çıxdı. Kuzası da çıxıb qalıb. Tam çıxmamışdı. İndi çıxdı yəqin ki. Ya da ki uşaqlar qurdalayıb. Aprika da belə yaş qalıb. Qurumaq bilmədi. Quruyur, biraz nəm qalır, deyirəm qalsın, yağış yağıb yenidən ıslatır. Yem qabına, su qabını da hara qoymuşdum. Ördəklərin qabağına qoymuşdum, ölməmişdən əvvəl. Onlar su yem yeyirdilər, sonradan ördəklər öldü də yemədi. Tullamışım, bayra qalıblar elə yağışın altında. Bunların da son vəziyyəti artıq böyümək aşamasındadılar. Boy verirlər, boy atırlar. Ördəklər desən, maşallah var. Qanadları çıxmağa başlayır, az da olsa. Bu ikinci part çıxan cücələr, balacaları çox kiçik qaldı. Çünki indişki onları kiçiklikdən biraz yem yanlığı saxladı, yəni aç saxladı, özü yedi. Balalara vermədi. Toyuq amma ki özü yedirtir balalara, amma hinduşka yedirtmədiyi üçün balalar biraz kiçik qalıb. Amma ki böyüklər bunların yaşında div boy deyirlər, yəni böyük idilər. Bunlar çox kiçik qalıb. Demirəm böyüklərdən kiçik qalan var, bir dənə, iki dənə var, amma ki bunların hamısı qalıb. Bunların bir dənəsi, iki dənəsi biraz böyüyüb. Qalan hamısı kiçik idilər. Ördəklərdən bu bozu anasına oxşuyur, yəqin bu atasına oxşuyacaq. Məncə bozu dişidir, o birisi qarası erkəkdir. Portağal. Bu arada yumurtadan kesildi. Hərəsi bir tərəfə yayılıb. Gedək qazlara baxaq. Nə olsa balaları yəni. Toyuqları da nə vaxtdan duvara çıxartmırdım. Bugünləri çıxartdım. Qoy gəlsinlər. Bunlar da içəri girən kimi düşüb damca gəlirlər. Elə bu erkeği var ya, hinduşka. Yoldaşı deyə elə bir hara gəlirsən. Elə bir neçə əsrlər də ac qalıblarsa bunlar. Səslər gəlir, sağdılar. İndi bilmirəm necə edimsə bunları axşam. Hərəsini öz balasına qoyub, qoymumu yuvalara gecə. Səhər birləşdirim, onu fikirləşirəm. Nə edimsə, siz bir dənə mənə bir fikir verin. Daha məntiqli olanı seçib edəcəm. Hərəsinin 2 balası var. Aralarında 5-6 gün fərq var balaların. Hərəsinin anasıyla öz balalarını ayırtıb qoyunmu ayrı yuvalara, yoxsa ikisini bir yerdə qoyunmu? Yəni 2 ana 4 balanı bir yerdə qoyunmu yuvaya? Amma bunların biraz qorxusu var ki, yekə ana qaz biraz vurur balaları, gecə ölə bilər. Yoxsa onları hamısını bir yerdə saxlayayım mı? Bir də mən dəqiq fikirlər yazın. Mən onlardan seçəcəm birini. Videonu da elə çəkib atacağım.
Çeken kimi yani atacağım. Buralarda təmizlənməlidir. Əl arabası da yoxdur. Qazların hindi də təmizlənməlidir. Buradakı batıb bütün. Artıq içərdən çox pis qoxular gəlməyə başlayıb. Pəncərə biraz havalar günəşlənsin, düzəltəcəm, açacağım. Tahtasını alacağım yəni. Çox pis, çox necə deyim? Necə deyirlər? Yəni də bildiniz, çox pis qoxu gəlir içərdən. Yazımdan çıxdı sözüm. Yəni buranı desəm bataqlıq olub qalıb. İndi baxım kimdə əl arabası varsa tapım. Gətirim, təmizləyim inin için. Balların da hərəsi birinin altına girib oturublar, yatırıblar. Videodan əvvəl yemlərimi verdim. Sularını da verdim. İndi böyüklər biraz özlərini baxa bilərlər, yəni otdan zaddan yeyib özləri yem yeyə bilərlər, amma balacalar biraz çətindir. Başını görürsünüz. Heç nə görmürsünüz siz, qaranlıq ekranda. Bir dənə ağ bir şey görürsünüz burada. Necə çıxım buradan. Dediyimi edin, yəni yazın yorumları necə saxlayımsa. Kürdü də göstərsəm. Yemin üstündə yatım. Ay, bu nə səsiydi. Ver buraya yemi. Yemək için vermişim, üstündə yat deyə yox. İpsi oldu yem. Bunlar yeməsi verəcəm böyük cücələrə. Bunları videodan sonra veririm. Hara koyayım? Koyun bura içine. Videonu attım YouTube'a. Telefonda kalsın evdə. Gəlim. Bunları bir daha besleyeyim. Yedirdim, içirdim. Sonra yatırdım. Yatsınlar. Siz de yorumlarınızı gözleyeceğim. Qazı necə ayırtımsa. Kanalda abone olup like atmayı unutmayın. Həmişə videonun əvvəlində demək istəmişdim, amma yenə yadımdan çıxdı. Bu dəfə də yadımdan çıxdı. 600 abunəyə özel o 3 tane hinduşkanı gətirəcəm. Çox qalmayıb. 49 abunədir, 549. 51 abunə son. O da bir həftəyə 6 günə belə məncə başararsınız bunu. Maksimum dərəcədə paylaşın videoları. Beğenin. Paylaşmasanız olar. Beğenin, abone olun. Daha tez öne çıxsın video. Baxanların çoxsu abone değil. Abone olun. Sonra baxanların çoxsu like atmadan keçir. Heç olmazsa 50-50'ye olsun. 100 baxış gəlirsə 50 bəyəni olsun en azından. 40 bəyəni olsun en azından. 700 baxış gəlir, 50 neçəsə bəyəni gəlib. Heç olmasa olsun biz 90-100 belə en azından. Çalışdığımız qədər videonu beğenin. Gör hamı bəyənsə video haralara gedib çıxar. Burada yaxşı otlar var, bunlardan alacağım. Torpaqlı çıxdı.
Oradan çimdiği yere bakın. Plyonkanın üstünde su yığılıb orada çimirlər. Ana o toyuq. Hə. Bu boynuyolu toyuq görürsüz. Bu da çox yaxın bir zamanda yumurtlayacağına əminəm. Ürəyimə damıb, yəni hiss edə bilirəm. Mənim hisslərim də məni heç bir zaman yanlış yönləndirməmişdir. Qazlar da ot diyor. Qazlardan çox ot yeyən yoxdur burada. Bunlardan biri alt təbəqə hündüşkalardır. Sonra da toyuqlar, hündüşkalar. Hündüşka desən, çənədəyi deyək, mədəsi, çənədaq, dolur ağzına kimi, daş kimi olur. Qaz desən, boğazının yanı, başına kimi şişir, yəni yem neydi, ot dolur. Toyuqlarda da həmçinin biraz bunlardan az, hündüşkadan az ot dolur. Toyuqlar da yeyir xırda otlardan. Yekə otların qazları yeyir əsasən. Kiçik otları toyuqlar baxın məsələn xırda otlardan yeyir. Amma qazlar orada yekə otlardan yeyir. Bağdakı ot desən otluq sahədir yekə. 100 dənə qaz saxlasan ot qutarmaz bu bağda. Bu bir həftə ərzində biçilməlidir məncə, bu 1-2 günə havalar isinsin, biçilməlidir. Baxın, hündüşkalar da orada yekə düqdaban deyirik, yekə yarpaqlı otdur, ondan yeyir. Toyuqlar da həmçinin otdan başqa qurt yeyirlər, həşərat yeyirlər, baxın əşələyib çıxartırlar. Əsasən burada şey çox olur, soğulcan çox olur burada. Demək olar ki, torpağın üstündə gəzirlər, nəmiş yerdə deyə bura. Əsasən soğulcan çox olduğu üçün soğulcan yeyirlər. Belə sakitçilik olanda çayın səsi də gəlir. Çay bizi kəndə yaxındır deyə. Toyuqların səsi, cücələrin səsi, quşların səsi. İndi quşların səsi yoxdur, amma toyuqların səsi belə adamı huzur verir. Yenə deyirəm, huzur tapmaq istəyirsinizsə ən azından 3 dənə, 2 dənə toyuq alın. Toyuq olmasın, dovşan alın. Quş olsun. Papuqay yəni, tutuquşu. Ən azından saxlayın bir heyvan, çox huzur verir adama. Pişik olsun, it olsun, hamster olsun, heyvan olsun axı. Adamı çox huzur verir yəni. Niyə qatılıysa yeni videonu saxladı. Biraz nəsə olub bu telefonu bilmirəm bu aralar. Videonu öz-özünə dayandırır. Neyse, videoda bu kadar olsun. Sağ olun dostlar. Özünüze yaxşı baxın. Gələn videolarda görüşmək ümidiyle. Görüşərik.